Goranboy rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Kanal 10 TV Azərbaycan Teleqravaza istinadən xəbər verir ki, VAZ 2107 və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində qəza zamanı 1940-cı il təvəllüdlü Şahbaz Qarayev və 1969-cu il təvəllüdlü Rıza Qasımov aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1991-ci il təvəllüdlü Çınarə Əskərova, 1994-cü il təvəllüdlü Gülsanə Tağıyeva, 1952-ci il təvəllüdlü Səməndər Cəfərov və 1967-ci il təvəllüdlü Mətanət Əliyeva dərhal təcili tibbi yardım maşınları ilə Gəncə şəhər və Goranboy rayon mərkəzi xəstəxanalarına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.